Hansı sualları deyirsən, başlayaq. Tez-tezdir. 89. 89. Deməli, bu sualı necə yazacaqsan? Mən bu sualı keçən dəfə də bilmirəm, o ekran yaxşı şeylənmirdi deyə ona görə. Bax, deməli, nə edəcəksən? Həll olur var, həll olur. Ona plus yazaq. Həll olmur deyirik, amma hə, dən gözlə. Həll olmurlara minus yazacağam. Həll olmur, bax, minus. Həll olurlara. Deməli, həll olmurları qoy yazım, rənglər dəyişik olsun ki, həll olmur, həll olmur. Bax, yazdım. İndi sonra həll oluru yazacağam. Həll olur, həll olur, həll olur, həll olur, həll olur. İndi burada sən maddə görüm. Hansında bir dənə plus var? Özün tap görüm. Hansında bir dənə plus görürsən? Buradasan Zeynəb. Bəli, burada bir dənə z'dədir. Plus. Hansında? Z'də, z hərfində. Yox, elə yox. Bu sütun boyu bax. Belə sütun boyu. Hə, suda... Ay, sağ ol. Su. Belə suda yox. Niyə? Spirtdə. Suda 2 plus var. Suyun qarşısında. Bax, suyun qarşısında 2 plus var. Spirtin qarşısına bax. Spirtin qarşısında neçə plus var? Deməli, birinci nəyə götürəcəyik, qızım? Spirti. Spirtlə olmayan variantların üstündən xətt çəkirəm, getdi. 2 variant qaldı. İndi spirti, əgər spirti birinci götürdümsə, x getdi. Sonra bir dənə pluslu kim qaldı? Bir dənə pluslu qaldı. Hə. Suda. Niyə? Suda 2 plus var, axay qızım. 2 plus var suyun qarşısında. Efirdə. Ay, sağ ol. Bəli, efirdə. Deməli, birinci götürürük spirti, sonra götürürük efiri. O da hansı variant olur? A variantı. A variant. Başa düşdün indi? Bəli, asan imiş. Sonra? Sonra 93. 93. 93 də yine bunun qaydasıdır, qızım. Bəli, çoxu o tipli. Hə, başa düşdün? Bəli, onları başa düşdüm, yazacağım. Həmin 95-dən 96 onlar. Aha, deyir hansı halda kimyəvi hadisə baş verir. İndi bax, nəyə baxırıq burada? Bax, bu, bir dəqiqə. Bax, bu var, ha, bu proses yanmadır. Yanma. Bu proses həll olmur suda. Həll olmur. Bu proses buxarlanma. Bu prosesdə reaksiya gedir. İndi yanma necə proses idi? Kimyəvi. Reaksiya gedirsə, bu da kimyəvi. Deməli, onda hansılar oldu kimyəvi? 1, 3. Çünki buxarlanma fiziki prosesdir. Silisyum 4 oksiddə suda həll olmadığına görə burada da heç bir proses baş vermir. Sonra? Sonra 96. Aha, 96. 96-da fikir ver. 2 görürsən, sabit bir xəttdir. Deməli, bu saf maddəymiş ki, onun sabit qaynama temperaturu var. Ona görə də ikinci xəttdə deyəcək saf suya aiddir, plus. Deyir, birinci xətt saf suya aiddir, xeyr. Saf suyun qaynama temperaturu sabit olur. Birinci xətt xörək duzunun suda məhluluna aiddir, doğru. Çünki yuxarı qaynama temperaturu və qaynama temperaturu da dəyişkəndir. Çünki axı duzla su qarışıq hesab olunur. Üçüncü xəttdə etil spirtinin suda məhluluna aiddir, bu da doğru. Ona görə də cavabımız olacaq 2, 3 və 4. Sonra
Sonra 99. 99-da nə deyir? 99-da deyir ki, bəsit maddə. Bax, bəsit maddəyi götürəcəksən almazı, B-ni. Çünki karbondur da almazın quruluşu. Sonra bir də götürəcəksən civəni. Çünki civə də belə yazılır da, o da bəsitdir. Mürəkkəb maddəyə götürəcəksən, deməli fosfini, E-ni. Çünki fosfinin quruluşu belədir. pH3. Qarışığa götürəcəksən havanı, bir də benzini. Demişəm formulu olmayanlar qarışıqdılar. A, D. Sonra Mənə sonra 100 də onun kimi də yazacağam. Mənə sonra valentliklərdən də vermişdi. aha, 16 dənə. aha, de. Mənə oradan da 5-i yaza bilərəm. Neçə? 4 ilə 5-i. Aha, 4 ilə 5 hasanddır axı. Kükürt neçə valentlidir deyək də, kükürdün ətrafındakı əlaqələri sayda Zeynəb bax, 1 əlaqə, 2 əlaqə, 3 əlaqə, 4 əlaqə, 5 əlaqə, 6 əlaqə. Deməli 6 valentliymiş qızım. Çətin deyil ki. Xeyr. Çox asandır, bəli. Sonra 5. Sonra 1. Hansı birləşmədə kükürt 4 valentlidir? Bax, hasand olsun deyə, hasand, yəni qaydasını tapasan deyə yadında saxla. Bax, kükürdün yanında oksigen varsa, oksigenin valentini üstünə yaz. Oksigen neçə valentli olur? 2 valentli olmur. 2-ni 2-yə vuranda neçə eləyir? 4 eləmir. Deməli kükürt burada 4 valentliymiş. Burada isə oksigen yenə 2 valentlidir. 2-ni 3-ə vuranda 6 eləyir. Amma bizdən 4 valentlini soruşur. Elə ona görə A variantı. Mənə sonra 13 ilə 15. Ondan sonra qutarır. Aha, 13 ilə 15. 13-də nə deyir? Bax, fikir ver. Deməli, xlorun hər hansı bir oksididir, bilmirik formulunu. Bura X yazıram, bura Y yazıram. Bunun ümumi kütləsi 18,3-dür. Fikir ver, 18,3-dür. Qoy rəngi dəyişim. Bu 18,3-ün 11,2-si 11,2-si kimin payına düşür? Oksigenin payına. Aha. Onda yerdə qalır neçəsi? 7/1 kimin payına qalır? Xlorun. Düzdür? Aha, formulanın çıxarılma qaydasını öyrətmişəm. 7/1 böləcəksən xlorun öz kütləsinə, yəni 35/5-ə. Sonra 11/2-ni də böləcəksən oksigenin öz kütləsinə, 16-ya. Başa düşdün indi? Bəli. Sonra da formulaları çıxardacaqsan orada. Bunu vurma şəklində yazıb ixtisar da apara bilərsən. Buradan da xlor 2O7 alınacaq. Nətər vurma şəklində? 7/1 bölərsən 35/5-ə, vuraq 16 bölək 11/2-yə. Belə də tapa bilərsən. Amma elə ən yaxşısı belə böl, tam rəqəmə çevir. O zaman xlor 2O7 alınacaq. Sonra 15. 15. 15-də nə deyir? Deyir X sabit valentlidir. Görsən sabit valentlinin qarşısından plus qoyubdur. X sabit valentlidirsə, biz buradan avtomatik xromun üstündən xətt çəkirik. Bunlar getdilər. İndi Y dəyişkən valentlidir. Dəyişkən valentli olduğuna görə A-nın da üstündən xətt çəkirik, D-nın da üstündən xətt çəkirik. Ona görə də qalır cavab B variantı. Başa düşdün? Sonra
Ondan sonra bu qədər vermişdiniz, qutardı. Sonra dediniz ki, dalında, arxasında ən sonra verəcəm. Aha, kimyəvi formullar üzrə hesablamalardan da bir-iki dənə sənə göstərişlər verim, sonra davam elə. Bax, o elementlərin, atomların say nisbəti deyəndə onların indekslərinin nisbətini nəzərdə tut. Yəni burada natriumun indeksi neçədir əzizim? 2. Karbonunki neçədir? 1. Oksigeninki neçədir? 3. Ona görə də olacaq 2, 1, 3 A variantı. Aydındır. Sonra NO2-nin nisbi molekul kütləsini hesabla deyirsə, NO2-nin emerini hesablayacaqsan. NO2-nin də emerini hesablamaqdan ötəri nətər hesablayarsan? Emer Burada NO2. Aha, azot neçədir? 14. Üstə gələk. Oksigen neçədir? 16. Vur 2. Aha, 14 ilə də 32-ni toplayanda neçə eləyəcəkdir qızım? 46. 46 da hansı cavabdadır? D variantında. Çətin deyil ki, indi 8-ci məsələyə baxaq. 8-ci məsələdə nə deyir? Deyir ki, kükürdün oksigendə yanmasından. Belə məsələlərdə həmişə yadında saxla. Reaksiyanı yaz. Bax, kükürdüyü oksigendə yandıraq. Nə alınacaq? SO2. Reaksiyamda zaten əmsallaşıbdır. İndi məsələdə veriləni üstünə yaz. Kükürt neçə qramdır? 8 qram. Və neçə qram SO2 alınar bizə soruşur. X qram. Sonra reaksiyandakı miqdarları yaz altına. Kükürdün neçə qramdır ayırı? 32. Bunun emeri neçədir? 64. 64. Vso. Tənasübün hazırdır. 8-ə X, 32-yə 64. X də bərabərdir. 8-i vuracaqsan 64-ə, böləcəksən 32-yə. 8 ilə 32, 8-in özünə ixtisar gedər. 64 bölək 4, qalar 16. Burada da cavab eləyəcək A variantı. Başa düşdün? Mən bir dəqiqə tez qeyd edeyim, bunu qalmasın. Tamam, qeyd elədim. Sonra deyir ki, tərkibində azot və oksigenin kütlə nisbəti 7-nin 12-yədir. Bax, yenə 7-ni böləcəksən azotun öz kütləsinə 14-ə. 12-ni də böləcəksən oksigenin öz kütləsinə 16-ya. Başa düşdün indi? Bəli. Sonra da heç nə. Bunları bölüb yazacaqsan. Çətin bir şey deyil. Aha, bunları başa düşürsən də. Sonra 14-cü məsələdə. 14-cü məsələdə deyir ki, kükürt dioksiddə kükürt dioksid SO2-dir. Deyir, burada kükürdün kütlə payını hesablayın. Bax, omeqanın düsturu var. Omeqanın düsturu necədir? Omega bərabərdir. AR vur N böl MR vur 100%. Yəni, biz SO2-nin öncə MR-ni tapacağıq. SO2-nin MR-ni tapmaq üçün 32-nin üstünə 32 gəlirik. Eləyir 64. Və mənə kükürdün kütlə payını dediyinə görə kükürdün kütləsini gətirib yazıram burada yerinə. 32 vuraq 1 bölək 64 vuraq 100%. Burada da 3200-ü böləcəksən 64-ə. 32 ilə 64 elə ixtisar gedər 8-ə. 8-ə ixtisar gedəndə burada neçə qalacaq? Yuxarıda, aşağıda 8 qalacaq. 64-ü 8-ə bölündə 8 qalacaq. Orada da 4 qalacaq. 4. 400-ü də 8-ə böləndə 50% düşməz. Bəli. Vso. Deməli, cavab olacaq D variantı. Aydındır? Bəli. Sonra bir də uşaqlar biraz çaşırlar bu 20-ci məsələdə. Deyir, bir atomun kütləsi karbon atomunun 12-nin 4də 3-ünü təşkil edir. O zaman çaşma. 12-nin 4də 3 hissəsini tap.
12-ni 3-ə vurub, vuranda neçə eləyir? 36. 36-nı da 4-ə böləndə neçə eləyir? 9 eləmir. 9. Bəli. Deyir, indi izotopunun kütləsinin 3-də 4 imiş, üzrlü hesab elə, tərsinə yazmışam. Tərsinə yazmışam, mən 4-də 3 yazmışam. 12-nin 3-də 4 hissəsi. Yəni 48-i böləcəm 3-ə neçə eləyəcək? 16. 16 da hansı variant uyğun gələcək? E variantına. Çətin deyil ki. Yaza biləcəksən. Bəli. Deməli, buradan neçə testdir? Qoy deyim. Burada cəmi 75 testdir, 75. Bir də fiziki və kimyəvi hadisələri yazarsan. Fiziki və kimyəvi hadisələrdən biraz izahat verim. Onları bil. Yadında saxla, hadisələr 2 yerə bölünür. Var fiziki, var kimyəvi. Var fiziki, var kimyəvi. Kimyəvi. Fiziki hadisələr hansı hadisələr? Fiziki hadisələr zamanı ya aqreqat halı dəyişir, ya forması dəyişir. Məsələn üçün buxarlanma, sonra ərimə, sonra donma, sonra məsələn üçün tutaq ki, bir maddənin döyülüb yaslanması, nə bilim, kondensasiya, sonra distillə. Bunlar hamısı fiziki prosesdə. Amma kimyəvi prosesdə bir maddə başqa bir maddə, kimyəvi prosesdə kimyəvi hadisə baş verir. Məsələn üçün qıcqırma, çürümə, yanma. Sonra qıcqırma, çürümə, yanma, cracking, piroliz, elektroliz, hidroliz, oksidləşmə, reduksiya. Yəni burada kimyəvi reaksiyaya gedir. Kimyəvi reaksiyanın getməsinin hansı əlamətləri var? Rəngin dəyişməsi, iyin əmələ gəlməsi, qazın ayrılması. Bunlar hamısı deməli kimyəvi hadisənin getdiyini göstərir. Məsələn üçün acı bir misal çəkək. Məsələn, bişirilən mürəbbə qıcqırdıqda görürsən iyi dəyişir, dadı dəyişir. Yəni belə başqa bir iyi gəlir, qoxu dəyişilir, dadı da başqa cür olur, şirin dadmır. Bu orada bir kimyəvi hadisənin getdiyini göstərir. Aydındır? Çətin deyil ki.